Bağışlayan ve mehriban Allah'ın adıyla. Değerli izleyicilerimiz, Hayatın Ekranı 14 TV'nin efirində mübarək Ramazan ayına həsr olunmuş İlahi Ziyafət proqramının növbəti buraxılışında hər birinizi xoş gördük. Bizim bugünkü mövzumuz mübarək Ramazan ayı və ruhun islahıdır. Qonağımız isə ilahiyyatçı Elşən İsmayılovdur. Elşən bəy, xoş gəlmişsiniz. Təşəkkür edirəm dəvətiniz üçün, çox sağ olun. Mən də salamlayıram həm sizi, həm əziz tamaşaçıları. Çox sağ olun. Dəvətimizi qəbul edib gəldiyinizə görə biz sizə minnətdarlığımızı bildiririk. Bildiyimiz kimi ruhun islahı ümumiyyətlə bütün səmavi dinlərin əsas qayələrindən biridir. Ələlxüsusda ki, elə səmavi dinlərin və ümumiyyətlə mövcud olmuş bütün ənənəvi və qeyri-ənənəvi dinlərin arasında ən kamil din olan İslam dininin əsas qayəsi və insanın nicatını hədəfləmiş bir prosesdir. Amma bugün istərdik ki, mövzunu nəzər nöqtəsi olan mübarək Ramazan ayı kontekstində də ələ alaq. Amma ilk növbədə elə tamaşaçılarımız üçün də maraqlı olar. Ümumiyyətlə, ruhun islahı nədir və nədən ibarətdir, mahiyyəti nədir? Bismillahirrahmanirrahim. Çox gözəl mövzudur. Ramazan ayı ilə ruhun islahının sintez məsələsi. Ümumiyyətlə, bu kontekstdə mütləq baxmaq lazımdır. Çünki elə Ramazan ayının hədəfi budur. Siz dediyiniz kimi də Quranın özündə də ayələrdən və dini mətnlərdə də ayələrdən bu anlaşılır. Ona görə də təbii ki, siz də vurğuladığınız kimi çox yaxşı olar ki, əvvəl ümumiyyətlə islah nədir? Bundan danışaq ki, islah nədir? Peyğəmbər bəy, əvvəl bundan danışmalıyıq və onu da deyim ki, sizin sualınız həm də ona görə çox mühümdür ki, bu məsələləri biləndən sonra Ramazan ayı ilə ruhun islahının birbaşa sinxiyyəti var. Yəni, səbəb-nəticə kimidirlər. Yəni, bəlkə də yeganə hədəf elə budur. Ona görə də bu məsələləri bilmək, Ramazan ayını mükəmməl şəkildə keçirməyə, həvəslə, eşqlə keçirməyə səbəb ola bilər. Sonra bir neçə məsələləri də inşallah gedişatda deyərik ki, bəzən Ramazan ayı barəsində elə başa düşülür ki, Ramazan ayı ancaq oruc ayıdır. Belə deyil. Ramazan ayı əslində başqa bir şeydir. Oruc tutmağı da Allah bizə məsləhət bilib ki, o bir şey var, bir hədəf, indi ondan danışacaq. O hədəfə köməkçi olsun əslində. İnsanlar isə ancaq Ramazan ayını oruc kimi başa düşürlər. Zahirən baxırlar. Bəli. Nəfsin islahı barəsində ümumiyyətlə nəfsin islahı, insanın islah olunması necə başa düşülməlidir? Yəni, insan nədir? İnsan nədir ki, onun nəfsi islah olmalıdır? Baxın, Allah Mütəal insan deyə bir varlıq yaradıb. Bu varlığın başqa məxluqlardan bir fərqli cəhəti var. Bu da onun ruhudur. O qədər fərqli cəhətdir ki, Allahın bir Rəbliyi var. Rəbb insanları, ümumiyyətlə, varlıq aləmini idarə eləyəndir. Onların nə ehtiyacları varsa onu ödəyəndir. Buna Rəbb deyərlər. Allahın da təkvini rübubiyyəti var. Yəni, yaradılışa bir Rəbliyi var. Amma bu varlıqların içində bir dənə insandır ki, Allah bu insan üçün fərqli bir dənə də o təkvini rübubiyyətdən əlavə təşri rübubiyyət libasını da geyib. Niyə? Çünki bu varlığın bir ruhu var ki, o ruh təkamülə qabiliyyətlidir, təkamülə sahibdir. Ayədə belə buyurur: "Ləqəd kərrəmnəl bəni Adəm." Mən Adəm övladını kəramətli və şərafətli bir potensialda yaratmışam. Biz onu kəramətli etdik. Yəni, onun kəramətli və şərafətli olması üçün potensialı var. Məhz bu səbəbdəndir ki, aləmlərin Allahı peyğəmbərlər göndərir və kitablar göndərir. Peyğəmbərlər və kitablar göndərir və ana xətti nədir? Ana xətti budur ki, bəndələrim islah olsun. İslah nə deməkdir? İslah nə deməkdir? Yəni, insanın iki cəhəti var. Bir, onun ruhunun təbii ki, hələ cismindən danışmır. İnsanın ruhunun da bu dəfə iki cəhəti var. Biri onun fitrətidir. Fitrətin öz trayektoriyası var. Biri də onun nəfsidir. Nəfsi nədir? Nəfsi insan təbiətidir. O insandır deyə onun şəhvət və qəzəb qüvvələri var. O qəzəb qüvvəsi və şəhvət qüvvəsindən dolayı həyatda yaşaması üçün bunun da bir dəfə trayektoriyası var. Amma Allah istəyir ki, insan bu dünyada yaşayır. Təbii ehtiyaclar var. Onları ödəsin ancaq nəfsini
qoymasın ki, həmin o nəfsin qüvvələri, yəni ruhunu qoymasın ki, nəfsin qüvvələri özünə tabe etsin. Bu cəhətdəndir ki, aləmlərin Allahı istəyir ki, biz nəfsimizin fövqünə çıxaq, yəni təbiətimizin, insani təbiətimiz ki var, müəyyən şeyləri istəyərik, buna təbiətinin fövqünə çıxmaq deyirlər, qoymur ki, ona həddindən artıq istifadə eləyək. Ona görə də gəlir, kitab göndərir, bizə qayda qanunları başa salır. Haramlarla bizə başa salır ki, nələr sənin ruhun üçün ziyanlıdır və vaciblərlə bizə başa salır ki, nələr sənin ruhun üçün xeyirlidir. Biz bunları edəndə insanın artıq fitrəti gündəmə gəlir və insan fitrətinə uyğun olan şəkildə bu trayektoriya üzrə hərəkət eləyir. Buna deyirlər nəfsin islahı. Nəfsin islahı bu deməkdir və maraqlıdır ki, mən bir ayə var. Allah Müteala buyurur ki, Ali İmran 164-də buyurur ki, "Ləqəd mənnəllahu alal müminin." Allah möminlərin boynuna haqq qoyub. "İz ba'sə fihim rasulan min anfusihim." Onların özlərindən onlara bir peyğəmbər göndərməklə onların boynuna haqq qoyub. O peyğəmbərin işi nədir? "Yatlu aleyhim ayatihim və yuzakkihim və yuallimuhumul kitab vəl hikmə." Onların işi budur ki, onlara kitab oxusun, yəni o şəriət məsələlərini anlatsın və yüzəkkihim və onları təzkiyə eləsin. Təzkiyə həmin o islahdır. Nədən təzkiyə eləsin? Qoymasın ki, onlar o şərafətli ruhu günahlarla və pisliklərlə o potensiala çatmamağın qarşısını alsın. Qoymasın ki, belə eləsin insanlar. Neynəsinlər? Onları o islah eləsin nəfslərinin istəklərindən ki, həmən ruh şərafət və kəramət potensialına gəlib çatsın. Allahın istəyi budur. Ona görə də bəzən, qoy burasını da deyim ki, maraqlıdır ki, nəfsi islahı bəzi dindarlar belə, hətta dindardırlara ciddiyə almalılar. Ümumiyyətlə, dindarlar dinə zahiri rituallar kimi baxırlar ki, Allah namaz verib, oruç verib, biz də şükür Allaha yerinə yetiririk. Amma ana xət bu deyil. Hətta məsələn, o ayəni də onlar eşidiblər və belə yadlarında saxlayıblar. Allah buyurdu ki, mən insanları və cinləri mənə bəndəlik etməkdən başqa şey üçün, ibadətdən başqa şey üçün yaratmamışam. Amma bu düz sözdür, bəli, insanlar və cinlər Allaha bəndəlik etmədi. Amma bu nəhayət hədəf deyil. Bu nəhayət hədəf deyil deyə onun özü də insanı bir hədəfə çatdıracaq. O da nədir? Həmin o ruhun şərafət və kəramətə çatması üçün. Ona görə də dindarlar dini məsələlərə, ümumiyyətlə dinə, belə zahiri ritual kimi baxanda nəfsin islah məsələsi kənarda qalır. Düzdür ki, indi günah etmir, ona görə ki, Allahın xoşu gəlmir. Sanki din onlar üçün, nəuzubillah, sanki bir boyunduruq məsələsinə çevrilir. Boyunduruq məsələsinə çevrilir və Allah bəzən hətta dindarlar üçün diktator kimi görsənir. Bəzən çoxlu pis işlər görsələr də Allahın ürəyin əl almaq üçün çalışırlar. Halbuki Allah zaten insanların özü üçün istəyir bunları. Yoxsa Allah üçün heç bir şey olmur ki, insan günah eləyəndə, pis iş görəndə. Ona görə də nəfsin islah məsələləri yadlarından çıxır. Hətta bir hadisə var Uhud döyüşündə. Ümumiyyətlə, Peyğəmbər s.ə.v elə hey İslam gələndən, elə hey nəfsin islahı barəsində danışdı. Amma sanki elə bir ümmət hələ də başa düşmürdü nədir. Deyirdilər, Allahı qəbul etmişik, namaz qılırıq, falan başa düşmürdülər. Amma bir gün Uhud döyüşündə nəfslərini islah etmədiyinə görə, məlum döyüşdə mən ondan danışmaq istəmirəm, o döyüşdə nəfslərini islah etmədiyinə görə rahat qələbə çaldıqları halda, ümumiyyətlə qalib olduqları halda, qoşunun, müşriklərin qaçıb getdiyi halda nəfsləri ucbatından qənimət üçün qaçdılar və elə bir onlara məğlubiyyət üz verdi və onlar müşriklər gəldilər, onları elə bir vəziyyətə saldılar. Hətta Peyğəmbər ən ağır döyüş olub Peyğəmbərin ki, əməlli başlı Peyğəmbər yaralandı, Peyğəmbərə zərbələr dəydi. Sanki bu hadisə, mən hərdən fikirləşirəm tələbələrlə danışanda da deyirəm, sanki deyirəm Allah bu hadisədə sanki qabağını kəsmədi ki, insanlar nəfsi islahın nə qədər ciddi olduğunu anlasınlar. Bəli. Bu hadisədə Allah doğrudan Peyğəmbərin, İslam tarixinə baxsa Peyğəmbərin bu qədər, belə deyək də, məzlum qaldığı, bu qədər yaralandığı, bu qədər zülüm çəkdiyi bir döyüş olmayıb da. Yəni, Peyğəmbər çox tək qalır orada, hamı qaçıb gedir. Amma ümmət nə olur? Müharibədən sonra hamısı xəcalətli qalır, baş aşağı qalır. Peyğəmbər onlara başa salır ki, görürsünüz nəfs islah nə məsələdir. Təkcə namaz qılmaq keçərlidir. Ümumiyyətlə namaz qılmaqda, oruç tutmaqda bunların hamısı başqa bir hədəf üçündür. Nədir? Allaha boyunduruq üçün deyil. Bunlar hamısı insanın nəfsini islah etmək üçündür. Yəni ruha o nuraniyyəti, o səfanı bəxş etmək üçündür. Ona görə də insanlar bundan qəflətdə olmamalıdırlar. Başqa bir ayə nədir? Allah Müteala buyurur ki,
yawma la yenfa'u malun və la banun illa men atallah bi qəlbin səlim. Allah Mütəala qiyamətdən bizə xəbər verir. Deyir ki, qiyamət bir gündür ki, həmən gün xəbəriniz olsun ki, nə mal, nə dövlət, nə də övladlarınız heç biri sizə mənfəətli olmayacaq. Heç biri sizə fayda verməyəcək. Bir dənə fayda verəcək şey var. İllə mən ətallah bi qəlbin səlim. Hər kəsə fayda verəcək yeganə şey onun salim qəlbidir. Qəlb həmən o ruhdur. Salim olması nədir? Yəni onun nəfsini bulaşdırmaması. Salim qəlb bu deməkdir. Yəni Allah ki haramlar, qadağalar ki verir, göstərir. Orada qəlbin salim olması, yəni islah prosesində qəlbin nuranlı olması və buna uyğun şəkildə. Ümumiyyətlə bunu da deməliyik ki, cənnətin dərəcələri də hər kəs öz nəfsini nə qədər təkamülə çatdırıbsa ona uyğundur. Axı cənnətin dərəcələri var. Belə deyil ki, daha çox namaz qılmaq. Belə də o qədər adamlar ola bilər ki, çox namaz qılıblar, amma o birisi çox namaz qılmayıb, onun dərəcəsi cənnətdə ondan üstün olacaq. Bunun meyarı nədir? Necə olur? Bunu nə ilə bilə bilərik? Bununla biləcək ki, insan nə qədər nəfsi ilə mübarizə aparır. İnsan nə qədər nəfsini kontrolda saxlayır. Bu nəfsi kontrolda saxlamaq fitrətin gündəmə gəlməsi və bunun sayəsində insanın ruhunun nuraniləşməsi, səfalaşması, xüsusən də termin belədir, təkamülə çatması, təkmilləşməsidir. Bir dənə də ayə oxuyum. Buyurur ki, Allah Mütəala çox qəribə ayələrdən də və çox məşhur ayələrindəndir. Şəms surəsində Allah 11 dəfə and içəndən sonra belə bir şey yoxdur ki, Allah bu qədər and içsin. 11 dəfə and içəndən sonra bir mətləbi bəndələrinə çatdırır. Buyurur ki, qəd əfləhə mən zəqqaha və qəd xabə mən dəssaha. O qədər anddan sonra buyurur ki, kim nəfsini islah etsə, kim nəfsini islah etsə, ancaq o nicat tapacaq. Ancaq nəfsini islah edən nicat tapacaq. Sonra da əksinə də buyurur. Və qəd xabə mən dəssaha. Hər kəs nəfsində müğayət olmasa, onu islah etməsə, o zəlalətə düşəcək. O problemə düşəcək. Deməli, həyatın ana xətti buymuş. Deməli, insan həyata ancaq və ancaq islah olmaq üçün gəlib. Namaz da, oruc da, digər əməllər də, xumus da, zəkat da, yaxşılıq da, sədəqə də məhz bunun üçündür. Ümumiyyətlə, peyğəmbərlər bunun üçün gəlib. Niyə? Çünki insanın bir cəhəti var, ruhu var. Bu ruh şərafətə çatmalıdır. Ümumiyyətlə, Allah təşri-i rububiyyəti bunun üçün geyib bu libası əyninə. Allah ona görə təşri-i rububiyyəti geyinib. Yoxsa başqa heç bir şey yoxdur. Yoxsa belə deyil ki, Allah deyir ki, mənim bəndələr yaratmışam, məni ibadət eləsinlər, səcdə eləsinlər, mənim xoşum gəlir. Ramazan ayında oruç tutsunlar, acından bükülsünlər, mən də ondan ləzzət alım. Nəuzubillah, belə deyil. Orucluq ancaq bizim həmin o ana hədəfə, yəni təkamülüzə, nəfsin islahına faydalıdır deyə alimlərin Allah onu bizə göndəribdir. Təşəkkür edirik sizə bu geniş açıqlamada görə və əslində elə müqəddimənin özündə artıq bir çox mahiyyətlər öz yerinə oturmuş oldu və labid olaraq da növbəti sual yaranır ki, bütün bu açıqlamadan sonra ümumiyyətlə nəfsin islahı prosesi necə baş verir? İnanırıq ki, tamaşaçılarımız üçün də çox faydalıdır bu məqam. Düz deyirsiniz Peyman bəy, o cəhətdən ki, artıq o məsələləri biləndən sonra doğrudan da növbəti sual belə yaranır ki, bəs bu proses necə baş verir? Əlbəttə, burasını deməliyik ki, nəfsin islahı prosesinin həqiqəti mücərrətdir deyə biz onu bilmirik. Yəni, məsələn, cisim tərəfimiz deyil ki, deyək ki, orada filan hüceyrələr belə olur. Bu təbii bir prosesdir. Amma nə baş verir? İnsan nəfsi ilə mübarizə apardıqca onun ruhunda bir dəyişilmə baş verir. Bu da nədən ibarətdir? Yəni, insan... Bax, bir dənə ayə var. Allah buyurur ki, وَأَمَّ مَنْ خَافَ مَقَامَ رَبِّهِ وَنَهَى النَّفْسَ عَنِ الْهَوَى فَإِنَّ الْجَنَّةَ هِيَ الْمَأْوَى. Deyir, hər kəs nəfsini həvaya həvəsdən, həmin o nəfsin o təbiətə uyğun istəklərinə, həvaya nəfs təbiətinə uyğun istəklərdir. Hər ikisi ruha bağlıdır. Əlbəttə. Yəni, insanın nəfsi də, təbii istəkləri də və fitrəti də, hər ikisi ruhun cəhətləridir. Amma Allah Mütəala deyir ki, bizə fitrətinizin dediyi ilə gedin. Çünki fitrətin istəkləri birbaşa insanın Allaha aid olan istəkləridir. Yəni, insan diqqət eləsə fitrət istəklərinə görər ki, eyni ilə tohid istəyir, eyni ilə kamal istəyir. Allah onu belə yaradıb. Amma Allah burada bu ayədə də, Naziyyət surəsinin 40-41-ci ayələrdir, Allah bu ayədə də buyurur ki, kim öz Rəbbindən qorxsa və nəfsin istəklərini həmin o həvaya həvəsdən qorusa,
həvai həvəsdən qorusa, fə innəl cənnətə hiyəl məva. Onun yeri cənnət olacaq. Belə deyil ki, kim nəfsini qorusa, mən də baxaram ki, o nəfsini qorudu, mən də bir Rəbb kimi onu mükafatlandıraram, cənnətə aparam. Belə deyil. Burada ontoloji bir proses baş verir. Ontoloji proses budur ki, ruhun özündə bir şey baş verir. Ümumiyyətlə qiyamətdə və cənnət bölgüsündə hər bir yerlər insanlara Allahın baxıb Allahın özünün istəyinə uyğun şəkildə deyil. Hər bir kəsin məqamı, ruhunun dərəcəsi cənnətin hansı dərəcəsinə uyğun olsa, cənnət bölgüsü belə olur. Yəni insan ruhunu hansı vəziyyətə gətirib çıxardıbsa real olaraq, cənnətin dərəcələri budur. Yoxsa belə deyil ki, Allah orada baxacaq, kimdən xoşu gəlir belə deyil. Yəni biz burasını əgər belə başa dindara adətən belə başa düşürlər, belə deyil. Görürsüz Allah orada deyir ki, fə innə cənnətə hiyəl məva, onun yeri, beləsinin yeri cənnətdir, amma Allah demək istəyir ki, beləsinin yeri cənnətdir. Nəinki mən özüm cənnət apararam. Bu o deməkdir ki, bu nəfsdən çəkilən insan, nəfsin həvəsin istəklərindən çəkilən insanda təbii olaraq ruhda dəyişilmə baş verir. Bu təbii bir səbəb nəticədir. Bir səbəbin nəticəsi qaçılmazdır. Çünki burada bir sual versə ki, ilahi, yaxşı, mən nəfsimdən mübarizə aparmasam, sən aləmlərin Allahı məni cənnətə apara bilərsən? Əgər apara bilərdinsə, onda biz niyə bu qədər əziyyət çəkməliyik? Deməli, aləmlərin Allah, indi Ramazana aid ayə əgər yeri gəlsə, o ayədə də oxuyar. Allah mütəala bu ki, sizdən əvvəlkilərə də bunu mən vacib eləmişəm. Niyə? İstir bəndəsinə desin ki, ey bəndəm, səni əziyyətə salmaq istəmirəm. Bu sənin ruhun, təkamülün üçün qaçılmaz bir məsələdir. Eynilə o balaca uşaq ki, səhər-səhər tezdən durub məktəbə getmək istəyir, deyər ki, ay ata, ay ana, nə olar qoy mən qalım? Siz hər dəfə mənim üçün deyirsən ki, mənim balam, biz sənə xeyri var deyə göndəririk. Nəinki atanın sözünə, ananın sözünə əməl etmək lazımdır. Atanın, ananın sözü də o hədəf üçündür. Bəli. O hədəf üçündür ki, sənə xeyri var. Aləmlərin Allahı bu ayədə də buyurur ki, kim Rəbbindən qorxsa, Rəbbinə itaat eləsə və nəfsin istəklərindən çəkinsə, nə olacaq? Onun ruhunda təkamül baş verəcək. Və bizim ruhumuzun islahı həmin o həvai həvəslərdən nə qədər çəkinməyimiz qədərdir. Ustadlardan biri çox yaxşı söz deyirdi. Deyirdi ki, insan gün ərzindəki uğuru onun qıldığı namazlarda, oruçlarda falanda deyil. Əlbəttə, bunun mənası demək deyil, namaz qılmasın, oruç tutmasın. Əlbəttə. Bu deyirdi ki, nəfsinə nə qədər yox deyib, nəfsinə nə qədər əks olubsa, ümumiyyətlə, çünki bu məhz ruhu təkamülə çatdırır. Deyir ki, bu halda onun faydası var. Yəni gündəlik həmən günün faydası bundan ibarətdir. Əlbəttə indi oruç tutmaq nəfsə təsir xeyirlidir, əlbəttə. Yəni orucun da, namazın da artıq bu cəhətdən faydası var. Nəinki insan çoxlu namaz qıldığına görə Allah baxır, Allahın ondan xoşu gəlir. Ona görə də bəzən biz elə bir xırda şeylər ola bilər ki, o nəfsimizlə mübarizə nəticəsində bizdə çox ali həqiqətlər açıqlana bilər. Bax, məsələlərdən biri də budur ki, Peyğəmbər qoy burasını da deyim. Ona görədir ki, insanların dini əməllərdən başqa, yəni bunu bilmirəm bu söz necədir, dini rituallardan başqa digər əməllər də insanın ana xətti üçün, yəni təkamülü üçün zəruri faktorlardır. Onlardan biri valideyn münasibətləridir. Bəli. Bəzən biz namazda çox diqqətliyik, amma valideyn münasibətlərində yox. Bəzən biz, nə bilim, namaza, oruca, filan rituala, dəstəmaza filan çox diqqətliyik. Amma məsələn kişidir xanımı ilə, övladı ilə, qonşu ilə, nə bilim dükanda, bazarda bunlara diqqət eləmirik və deyir ki, o mənlik deyil. Amma mən çoxlu dua oxuya bilərəm. Amma mən çoxlu kumel oxuya bilərəm. Məsələ bundan ibarətdir ki, axı hətta o ritualların özləri belə insanın nəfsini vurmaq üçündür. Oruç tutmaq, indi birazdan bundan əgər sual versəz danışacağam, oruç tutmağın özü məhz bu cəhətdən faydalıdır. Nəinki aləmlərin Allaha baxır ki, sən oruç tut, mən də səni cənnətə aparım. Ona görə də hər bir vəziyyətdə deməli, bu nəfslə islah məsələsini biz başa düşəndə, anlayanda, onda həyatın bütün sahələri bizim həmin o Allahın hədəfi olan ana xəttə xidmət etmiş olur. Biz valideynlə, biz iş yerimizdə, biz qonşu ilə, biz uşaqla, biz xanımla, biz
marketdə, hər yerdə nəfsimizin istəkləri ilə mübarizə apardığımız sürəcə artıq həyat başdan başa nuraniləşir insan üçün. Həyatın hər bir yeri insanın ruhuna birbaşa təsirə malik olur. Ona görə də bəzi hədislərdə keçir ki, hansı kişi evinə, nə bilim, getsə, tutaq ki, evə içəri daxil olanda xanımı ilə xoş rəftar eləsə, qəzəbini boğsa, nə bilim, filan olsa, Allah ona savab verir. Biz elə bilirik ki, Allah istəyir ki, bizim ictimai əxlaqımız düzəlsin. Amma bunun hədəfi ictimai əxlaq belə deyək, nəticə olur, sonraki nəticə olur. Əslində Allahın istəyi budur ki, sən nəfsini boğanda, deyir ki, valideyn hətta nahaq da olsa sən ona uf deyə bilməsən. Hətta uf məsələsi buranda keçən bir məsələdir. Niyə uf deyə bilməsən? İlahi, bizi niyə bu qədər narahat halda saxlayırsan? Çünki sən həmən vaxtı çox təkamül edirsən. Bəli. Ona görə də deməli ruhun islah prosesi belə baş verir. İnsan nəfsi ilə mübarizə apardıqca islah prosesi baş verir. Namaz, oruc, bunun kimi rituallar da məhz islaha xidmət eləyir deyə Allah onu bizə zərurət eləyib. Maraqlıdır ki, cənnətdə heç bir ritualdan söhbət getmir. Çünki artıq orada hər kəs öz yerindədir. Allah həmən Allahdır, amma insandan bəndəlik istəmir. Bəndəlik o cəhətdən ki, nə namaz istəmir, nə oruc istəmir. Niyə? Çünki artıq orada mahiyyət götürülür. Bu dünyada sən hidayət ola bilərsən. Necə ki, uşaq məktəbi bitirəndən sonra biz ondan oxumaq istəmirik. Atacan, nə üçün yenə məni? Çünki oxumaq məktəb üçün idi. Artıq sən başqa bir sənət seçmirsən, getmirsən, sən bu sənət üzrə gedirsən deyə mənim də üzərimdən o mahiyyət götürüldü. Çox təşəkkür edirik sizə. Ümumiyyətlə, nəzərdə tutduğunuz baxış bucağını ələ alsaq, biz adətən ümumiyyətlə Ramazan ayı kontekstində bütün ibadi əməlləri və digər komponentləri Ramazan ayı çərçivəsində baxırıq həmişə. Ayrı-ayrı bir komponent kimi. Amma sizin qeyd etdiyiniz, təqdim etdiyiniz baxış bucağı ilə nəzərə alsaq, istərdik Ramazan ayına nəfsin islahı kontekstində baxaq. Sualımız da bundan ibarətdir ki, insanın ruhunun islahı prosesində Ramazan ayının yeri nədir və hansı yeri tutur ümumiyyətlə? Bəli, təbii olaraq indi biz Ramazan ayından danışmalıyıq ki, Ramazan ayının insanın bax bu ana hədəfdə yaradıldığı ana hədəf üzrə hansı yeri var. Bilirsiniz Peyman bəy, Ramazan ayı bu cəhətdən çox böyük bir fürsətdir. İndi biz bu kontekstdə hədislərə, ayələrə baxanda görəcəyik ki, Ramazan ayı nə qədər fürsətdir. Sən demə, aləmlərin Allahı belə bir fürsətləri bizə verir ki, deməli biz islah olaq. Çünki cənnətdəki yerlərimiz bu islahımızın dərəcəsindən asılıdır. Ona görə də biz görün nə qədər fürsət bilməliyik. Bəzən, yenə deyirəm, möminlər Allah da bilir, başa düşür və onlardan da qəbul edir. Amma bəzən möminlər Rəcəb ayını, Şaban ayını, Ramazan ayını, ibadətlərini Allah bizdən istəyib, gərək biz də Rəbbimizin buyruqlarına ləbbeyk deyək. Çünki o bizim ruzumuzu verir, o bizim yaradanımızdır və bizə cənnət də verəcək. Gəlin biz də ona bənd eləyək. Demirəm bu pis niyyətdir. Yox, yaxşıdır, əladır, Allah da qəbul edir. Amma insan bir dəfə başa düşərək, anlayaraq olanda, onda daha diqqətli olur. Onda hər dəqiqəsinin, gününün, saatının qədrini bilir. Və onda deyir ki, ilahi, sən demə Ramazan ayın göndərdiyin bu aylar, Rəcəb, Şaban, mübarək Ramazan ayı bizim üçün nə qədər zəruri faktor imiş. İndi mən icazə versəz əgər bu sualımızı iki istiqamətdə aparmaq istəyirəm. Bir, Ramazan ayının özü nədir? Ümumiyyətlə, Ramazan ayı nədir? Əvvəldə də dedim ki, bəziləri Ramazan bərabərdir oruc başa düşürlər. Belə deyil. Bunu mütləq ayırmalı. Həm də qoy niyə ayırıram? Elə əvvəldə deyim, tamaşaçılar üçün də bəzən elə maraqlı olur. Ona görə ayırıram ki, Ramazan ayında bəzən insanların eləsi var ki, qocalıq səbəbindən, xəstəlik səbəbindən oruc tuta bilmirlər. Bəli. Həmən insanlar deyəcəklər ki, Ramazan bizdən keçdi. Mən görmüşəm bunları. Görmüşəm ki, Ramazan ayında filan kəslər çox həvəssizdir. Demişəm, Nurti ki, mən oruc tutmuram. Üzrüm var, oruç tutmuram. Məsələn, xəstəyəm, həkim deyib tutma olmaz. Deyirəm, oruç tutmursan Ramazan ayındakı komponentlərdən, onlarla komponentlərdən biri orucdur. Bəli. Ramazan ayı elə bir aydır ki, indi hədislərdə oxuyacağam ki, şeytanı Allah bağlayır. Bəli. Səmanın rəhmətini açır. Nə bilim, hər nə qədər bizim üçün fürsətlər yaradır, nəfəslər savab olur, yatmaq savab olur, namazların savabı çoxalır. Niyə? Çünki bu bir aydan insan maksimum istifadə eləsin. İndi onlardan biri də oruç tutmaq idi. Niyə? Oruç da sənin yaxşı
bu hədəf ki var, islah, nəfsin islahı, onu daha yaxşı həyata keçirib ruhumu möhkəmlətməyin üçün daha yaxşı bir fürsət idi, bir komponent idi. İndi o olmayıbsa, olmaz ki insan bir dənə oruç tutmur deyə belə. Özüm bax bunları demək istəyirəm ki, qoy əvvəldən də insanlar, yəni Ramazan ayı barəsində bunlar onun zehnində olmuş olsun. Deməli, ona görə də ilk olaraq Ramazanın özü nədir? Görək dini mətnlərdə Ramazan barəsində bizə nə deyilir? Bax bu cəhətdən indi biz sanki yaxşı anlayacaq ki, görün Allah nə qədər bizim üçün böyük bir lütf eləyib. Çox məşhur bir xutbədir, Şabaniyyə xutbəsi. Onun bir-iki yerlərini oxumaq istəyirəm. Çünki bu xutbədə Peyğəmbər Ramazan ayının necə möhtəşəm olduğunu bizə xəbər verir. Buyurur ki, o həmin Şaban ayının sonlarıdır. Peyğəmbər durdu, xutbə elədi, məşhur hadisədir. Əyyuhan-nas innahu qad əqbələ ileykum şəhrullah. Sizə bir Allahın ayı üz gətirib ki, necə bir ay? Üz gətirib bil bərəkəti və rəhməti və məğfirə. Bunlar gəlişi yaxşı sözlər deyil. Bunlar sözün həqiqi mənasında olandır. Yəni Peyğəmbər Ramazan ayını tərifləmək üçün demir, Ramazanın həqiqətindən xəbər verir. Deyir ki, Ramazan ayı gəlir, bərəkətlə gəlir. Necə bərəkət? Bərəkət deyəndə biz ancaq ruzi barəsində başa düşürük. Amma bərəkət insan üçün mənəvi cəhətdən bərəkət ruzidən daha artıqdır. Həmçinin elə bunun ruziyə də onsuz da demək olar bunu. Rəhmət və məğfirət ayıdır. Məğfirət yəni tanıma. İnsanın ruhunun təkamül mərhələsini bildirən amil məğfirətdir. İnsanların birinin digərindən üstüyü həmin o məğfirətin sayəsində bilinir. Sonra buyurdu ki, Şəhrun huvə indallahi əfsəlüş şuhur. Elə bir aydır ki, aylar içində Allah yanında ən üstün aydır. Və əyyamuhu əfzalul əyyam. Günləri ən üstün günlərdir, gecələri ən üstün gecədir və saatları ən üstün saatlardır. Görün nə rəhmət ayıdır. Görün nəfsin islahı üçün, insanın cənnət üçün, insanın Allaha yaxınlaşması üçün görün nə qədər zəruri bir aydır. Bir də burada bir haşiyə də mötəzdə bu məsələni də deyim ki, insanın ruhunun təkamülü, mən bayaqdan cənnətə uyğun olan məsələlərlə müqayisədə deyirəm, amma insanın ruhunun təkamülə çatması, ruhunun hər dəfə təkamülü onun Allaha yaxınlaşması deməkdir. Allaha yaxınlaşmaq nə deməkdir? Yəni insanın ruhu, İrfan belə deyir bizə. İrfan deyir ki, insanın ruhu nə qədər təkamül edirsə, o qədər Allahı artıq hiss eləməyə başlayır. Allah onda o qədər özünü göstərir, təcəlli elətdirir. İndi mən cənnətdən danışıram ki, çünki bu daha həvəsli olur, kullanılır. Amma bu ikisi paralel məsələdir. İnsanın ruhunun təkamülü bərabərdir Allahın insana zahir olması, o qədər zahir olması və bunun özü də bərabərdir. Belə bir ruhiyə sahib olan insan da dünyasını dəyişəndə orada da onun ruhuna uyğun mərhələlərdə yer tutur. Ona görə də görün hər dəqiqəsi, hər saatı belə insanlar üçün lazımlıdır. Sonra buyurdu ki, elə bir aydır ki, və huve şəhrun du'aytum fihi ilə ziyafətillah. Peyğəmbər buyurur ki, bu ay elə bir aydır ki, sizi qonaqlığa, Allah ziyafətinə çağırıblar. Deməli, heç bir ay barəsində belə deyilmir. Allah o qədər nemətlər verir ki, bəndəsinə, bunu ziyafət Allah adlandırır. Doğrudan da Allah bizə hiss elətdirsin bu məsələləri ki, doğrudan da biz Ramazan ayında Allah qonaqlığındayıq. Allah da hər bir kəs verdiyi qonaqlığı öz qüdrətinə, öz adına uyğun şəkildə eləyər. Görün, Allah qonaqlığı nədən ibarətdir? Və Peyğəmbər buyurur ki, və cu'iltum fihi min əhlil kiramətillah. Siz həmən ayda kəramətli olmusunuz. Allah sizə həmən ayda çox kəramətli qərar verib. Siz həmən ayda əzizlənmisiniz, kəramətli olmusunuz. Ənfasukum fihi təsbih və nomukum fihi ibadə. Nəfəsləriniz zikir kimidir, yatmaqlarınız ibadətdir və əməlukum fihi məqbul. Əməllərinizin hamısı qəbuldur və duaukum fihi müstəcab. Bütün dualarınız qəbuldur. Və ondan sonra Peyğəmbər bir çox məsələlərə toxunur. Ondan sonra Peyğəmbər buyurur ki, fə innə şəqiyyə mən hürməğufranallah fi hədi şəhril azim. Bu ayda kimlər ki bağışlanmasa, o şəqidir, yəni bədbəxt. Niyə? Çünki bu qədər rəhmət ki nazil olub, əgər bu adam bağışlanmırsa, doğrudan da bu adam çox bədbəxtdir. Çünki Allah həddindən artıq fürsət yaradır. İndi bir məsələ var. Mən bu xutbə çox şirin xutbədir. Burada hamısını oxumağa heyf ki bizim vaxtımız yoxdur. Bir dənə hədis oxumaq istəyirəm. Peyğəmbər buyurdu ki, Ramazan ayı elə bir aydır ki,
Niyə ona Ramazan deyiblər? Çünki günahları yandırandır. Ramazan ayına Ramazan deyilməsinin səbəbi odur ki, o günahları yandırandır. İndi sual burada nədən ibarətdir? Görəsən, Ramazan ayı günahı necə yandırır? Ramazan ayını günahı yandırması. Baxın, həmən məsələyə qayıtmalı, həmən o ontoloji təhlilə qayıtmalı. Ramazan ayı niyə günahı yandırır? Ümumiyyətlə, günahın silinməsi, yuyulması, yanması prosesi nədir? Peyğəmbər icazə versəz buna bir açıqlama gətirim ki, bu hədis və Ramazan ayı bizim üçün açılansın. Proses nədən ibarətdir? İnsan günah edəndə ruh, həmən ki, insanın ən mühüm cəhətidir, ruh tənəzzül edir. İndi onun keyfiyyəti bizə bəlli deyil. Ruh tənəzzül edir. Tənəzzül etmiş ruhun artıq ilahi feyzi də almaq qabiliyyəti azalır. Ümumiyyətlə, onun namaza, filana, hər şeyə qarşı artıq onda bir dafiyə baş verir. Dafiyə baş verir. Buna deyirlər tənəzzül etmə. Bəs günahın bağışlanması nədir? Günahın bağışlanması budur ki, insan qəlbən tövbə eləyəndə, ona görə mütləq qəlbən tövbə etmək, dildə yox. Belə olanda Peyğəmbər əleyhissalam buyurdu birinə ki, anam matəmində eləşsin. Dildə tövbə eləmək, yalandan tövbə eləmək, günahı bağışlada bilmir. Niyə? Buna görə yox ki, Allah gördü və bildi ki, sən yalandan. Belə buna görə yox, ruh dəyişilmir. Yəni nə baş verir? İnsan tövbə eləyəndə və hansısa yaxşı işlər görəndə bu zaman onun ruhunda yenidən bir təkamül baş verir. Bunun ruhunda dəyişilmə baş verir yaxşıya tərəf. Yəni insan tənəzzüldən təkamülə tərəf gedir. Həmin o bərpaya bağışlanma deyilir. Həmin o bərpa prosesi bağışlanmadır. İndi buna hədislər günahın yuyulması deyilir, buna hədislər günahın silinməsi deyilir. İbarələr müxtəlifdir, amma mahiyyət dəyişmir. Bəli, mahiyyət budur ki, ruh dəyişilir. Ruh dəyişilir. Ruh bərpa olur. Bax, bu proses ruhun dəyişilməsidir. Ona görə də Ramazan ayı, Peyğəmbər buyurur ki, Ramazan ayı günahları yandırdığına görə Ramazandır. Necə yandırır? Çünki Ramazan ayında o qədər günahların yanması üçün səbəb var ki, oruç tutursan, sədəqə verirsən, iftar edirsən, iftar verirsən, nəfəslərin zikirdir, yatmağın zikirdir, namazların savabı həddən artır. Bunlar hamısı ruhun təkamül elətdirən faktorlardır. Bunların hamısı insanın ruhunu təkamül edən komponentlərdir deyə Ramazan ayı başdan başa rəhmətə çevrilir. Ona görə deyir, rəhmət və bərəkətlə gəlir bu deməkdir. Ona görə Peyğəmbər deyir ki, kim bu ayda bağışlanmasa, yuxarıda oxuduğum yerində, xütbənin bir yerində, o şəqidir, bədbəxtdir. Niyə? Çünki bu qədər fürsətlər əlində ola-ola o ruhunu dəyişdirmirsə, deməli bu bədbəxt insandır. Deməli bu özü öz qədrini bilməyən, deməli bu cahildir, xəbərsizdir çox məsələlərdə. Ona görə də insan Ramazan ayının qədrini bilməlidir. Məsələn, Peyğəmbər buyurur ki, Ramazan ayının ilk gecəsi səmanın qapıları açılır, son gecəsinə qədər bağlanmaz. Peyğəmbər buyurur ki, əgər Ramazan ayının qiymətini kimsə bilsə ki, Ramazan ayında nə qədər Allahın rəhməti nazil olur, Peyğəmbər buyurur ki, istəyər ki, il başdan başa Ramazan olsun. Halbuki biz istəyirik, tez çıxsın, oruçdan əziyyət çəkirik deyə deyir, amma Peyğəmbər istəyər ki, başdan başa insan istəyər ki, Ramazan ayı olsun. Çünki bu qədər faydalar onun üçün ariz olsun. Bir məsələni də deyim, əlbəttə, sözümüzü yekunlaşdıraq. Allah Teala Bəqərə surəsinin 183-cü ayəsində bizə bu Ramazan ayını orucla tutmağı da məsləhət bildi. Buyurdu ki, ya eyyuhəllezine amanu, ey mənim mömin bəndələr, ey iman gətirənlər, ey sözümü eşidənlər, kutubə aleykumus-siyam, sizə orucu vacib elədim. Sonra deyir ki, kəmə kutubə aləllezine min qablikum, sizdən əvvəlkilərə də bunu vacib eləmişdim. Yəni elə bilməyin təkcə siz ümmətədir. Niyə? Ləalləkum təttəqun. Bu oruc tutmağınızla umulur ki, çox güman ki, siz İnşallah ki, siz təqvalı olacaqsınız. Təqva nədir? Həmin o ruhun möhkəmlənməsi, ruhun təkamül edib həqiqətləri anlaması və bunun nəticəsində insanın sabit qədəm olması, günahlar müqabilində sabit qədəm olması. Ona görə də belə bir aya Allah oruç tutmağımızı məsləhət bilir ki, bu ayda biz oruç tutmaqla bu ayı daha da şərafətli keçirdə bilərik. Çünki orucun insanın təqvalı olmasında, ruhunu təkamülə çatdırması prosesində əvəz olunmaz yeri vardır. Ona görə də Allah mütəala istəyir ki, biz bunu yerinə yetirək. Hətta 184-cü ayəsində, ondan sonraki ayəsində buyurur ki, və ən təsumu xayrul lakum in kuntum ta'lamun. Ey bəndələrim, kəş biləsiniz ki, oruc sizin üçün nə qədər xeyirlidir. Kəş biləsiniz, in kuntum ta'lamun. Kəş biləsiniz ki, oruc sizin üçün nə qədər xeyirlidir.
Bundan artıq vaxtınızı almaq istəmərəm. Amma yenə də nəsə sualınız olsa buyura bilərsiniz. Çox təşəkkür edirik sizə. Əslində elə mövzu ilə bağlı bütün ayrıntılı detalları açıqlama gətirdiniz və çox faydalı nöqtələrə toxundunuz. İnanırıq ki, bu mübarək günlərdə ələlxüsus bu cür mövzunun bu cür açıqlanması onların ibadətlərində də və gündəlik yaşayışlarında da İnşallah. təsiri olacaq. Dəvətimizi qəbul edib gəldiyinizə görə sizə bir daha minnətdarlığımızı Təşəkkür bildirirəm. edirəm. Çox sağ olun. Var olasınız. Var olun, təşəkkür. Dəyərli izləyicilərimiz, siz İlahi Ziyafət proqramını izləyirsiniz. Mütəal Allah bu mübarək ayda, bu mübarək günlərdə hər birimizə nəfsin islahının mahiyyətini dərk edənlərdən qərar versin və nəslimizi islah edənlərdən və bununla da axirətimizi ən gözəl şəkildə qalanlardan qərar versin. Növbəti buraxılışlardayıq. Allah amandır.